kanalıma xoş gəlmisiniz. Bugün fərqli formatda bir video ilə qarşınızdayım. Hamı qrammatika qaydalarını öyrənməyə çalışır, amma çox adam cümlə quranda çətinlik çəkir. Bu cür tapşırıqlarda, yəni making up sentences tapşırıqlarında əsas problem sözləri bilmək yox, onları düzgün sıraya qoya bilməkdir. Bəzən bütün sözləri bilirsiniz, amma cümlə quranda nəsə qəribə səslənir. Çünki ingilis dilində söz sırası çox vacibdir. Bu videoda cümlə qurmağın məntiqini öyrənəcəksiniz. Daha əvvəl belə bir video çəkmişdim. Daha doğrusu test üzərində izah yox, cümlə qurmaqla bağlı bir videom var idi. Onun da linkini bu videonun açıqlama qismində yerləşdirəcəm. Oradan baxa bilərsiniz. Əsas mövzumuza keçməzdən əvvəl sizdən kiçik bir xahişim olacaq. 2 saniyə vaxtınızı ayırıb kanalıma abunə deyilsinizsə, abunə olmağınızı çox xahiş edərdim. Əgər videonu bəyənsəz, bəyənməyi və video haqqında rəy bildirməyinizi sizdən xahiş edirəm. Növbəti video hansı mövzuda olsun, bunu da yazsaz çox sevinərəm. Gəlin indi keçək əsas məsələmizə. İngilis dilində cümlə quruluşu Azərbaycan dilindən fərqlidir. Azərbaycan dilində cümlə quruluşu belədir. Əvvəl gəlir mübtəda, sonra ikinci dərəcəli üzvlər, ən sonda isə xəbər gəlir. Məsələn, mən səhər 7-də oyanıram. Görürsünüz, burada mən mübtədadır, yəni hərəkəti icra edən şəxsdir. Oyanıram hərəkətdir, yəni xəbərdir və cümlənin sonunda gəlib. Amma ingilis dilində cümlə quruluşu fərqlidir. Yəni söhbət burada nəqli cümlədən gedir. Əvvəl gəlir mübtəda, bizdəki kimi, daha sonra xəbər gəlir, sonra ikinci dərəcəli üzvlər gəlir. Yəni bura nələr aiddir? Tamamlıq, yer zərfliyi və zaman zərfi. Bu ardıcılığa əməl edərək cümlələrinizi qursaz, asanlıqla tapşırıqları həll etmiş olarsınız. Gəlin birinci testdən başlayaq. Make up a sentence. Sözləri bir-bir oxuyuram. Yesterday, signed, the documents, the manager, all. Burada mübtədanı tapırıq. Mübtədamız olacaq the manager sözü. Sözləri oxuduqca artıq beynimdə cümlə formalaşmağa başladı. Manager dünən bütün sənədləri imzaladı. İndi gəlin ingilis dilinə uyğun olaraq cümləni yığaq. The manager mübtədamız. Yəni birinci olacaq 5. Nə etdi? İmzaladı. Sonra gələcək 4. Nəyi imzaladı? Bütün sənədləri. All documents. 3, daha sonra 2 və sonda da zaman zərfimiz, yəni yesterday. 5, 4, 3, 2, 1. Yəni cavab olacaq burada D variantı. İkinci cümləmizə keçək. Yenə bir sözlərə baxıram. In the park, so we, the tourists, yesterday. Biz dünən parkda turistləri gördük. İndi gəlin bu cümləni quraq. Əvvəlcə mübtədamızı tapırıq. İndi fikirləşə bilərsiniz ki, turistlər bizi gördü, amma elə olsaydı we olmazdı. Burada we-nin yerinə us olardı, yəni obyekt alı olardı. Ona görə də cümlə başlayacaq we, yəni şəxs əvəzliyi ilə. Şəxs əvəzliyi mübtəda rolunda olur. Bunu yadınızda saxlayın. Cümləmiz başlayacaq 3 ilə. 3, yəni we. Biz gördük. So, ikinci yerdə gəldi xəbər. Kimi gördük? Turistləri gördük. 4. Harda gördük? In the park. Parkda. Və nə vaxt gördük? Dünən gördük. 5. 3, 2, 4, 1, 5. Deməli, cavabımız olacaq C variantı. Növbəti sualımıza keçirik. In the hospital, visited David 2 days ago his granny. Aha, sözləri oxuduqca beynimdə belə bir fikir formalaşdı. David 2 gün əvvəl nənəsini xəstəxanada ziyarət etdi. Nənəsinə baş çəkdi. Deməli, başlayırıq 3 ilə. David visited, ikinci yerdə gəlir xəbər. Kimi baş çəkdi? His granny, yəni nənəsinə baş çəkdi. 5. Harda baş çəkdi? In the hospital. 1. Nə vaxt? 2 days ago, yəni 2 gün əvvəl. 3, 2, 5, 1, 4. Cavab olacaq A variantı. Növbəti testimizə keçirik. Destroyed last year the earthquake the building. Earthquake zəlzələ deməkdir. Zəlzələ keçən il binanı dağıtdı. İndi biz belə deyəcəyik. Zəlzələ dağıtdı binanı keçən il. The earthquake 3. Sonra the earthquake, yəni 3 ilə başlayırıq cümləni. Destroyed the building və last year, keçən il. Cavablara baxırıq. 3, 1, 4, 2. 3, 1, 4, 2, bəli, cavab Y variantı. Make up a sentence. Football match, we last night went to. Deməli, biz
Dünən, yəni keçən gecə bir futbol maçına, futbol oyununa getdik. Biz getdik. 3 ilə başlayırıq cümləni, çünki şəxs əvəzliyi mübtəda rolunda çıxış edir həmişə. Biz nə etdik? Getdik. Went. Getməkdən sonra çox vaxt to, yəni istiqamət bildirdiyinə görə to sözünsü işlənir. To, getdik. Hara getdik? Football match. Amma burada isim sayıldığına görə qarşısında article da olmalıdır. Yəni birinci article qoyacağıq, 2, daha sonra 1 və ən sonda isə zaman zərfimiz 4. İndi variantlara baxaq. Deməli, variantlara baxanda görürük ki, bizim yazdığımız varianta uyğun bir variant yoxdur. Bunun səbəbi nədir? Burada gördüyünüz last night, yəni keçən gecə bu zaman zərfi həm cümlənin sonunda işlənə bilər, həm də cümlənin əvvəlində işlənə bilər. Yəni bizim yazdığımız variant da səhv deyil, düzdür. Sadəcə olaraq doğru variantı tapmadığımıza görə, deməli, last night cümlənin əvvəlində olmalıdır. Yəni cavabımız burada olacaq variantı. 6-cı suala baxaq. Çox insan oyuna baxmaq istəyirdi. Burada bizim mübtədamız people-dır. Ancaq onun qarşısında a lot of sözü olacaq, yəni onun təyin edicisi olacaq. Ona görə də birinci 3 ilə başlayırıq cümləni. 3, 1, a lot of people istəyirdi. Wanted. Nəyi istəyirdi? Oyuna baxmağı istəyirdi. To see the match. Biz deyirik oyuna baxmağı, onlar deyir baxmağı oyuna. Onlar da tərsdən sayıldığı üçün cümlə sırası ona görə bu formada olacaq. 3, 1, 4, 2, 5 cavab olacaq Y variantı. A lot of people wanted to see the match. 7-ci suala baxırıq. Shakespeare was in England born in 1564. Shakespeare 1564-cü ildə İngiltərədə doğulub. Burada bizim mübtədamız olacaq Shakespeare. Yəni 1. Daha sonra doğulub. Doğulmaq feili to be born feilidir. To be ilə işlənir. Ona görə də əvvəl gələcək 2, sonra isə 5. Və harada doğulub? In England. Ölkələrin qarşısında in sözünsü işlənir. Yer gəlmişkən bunu da əlavə eləmək istəyirəm. Nə vaxt doğulub? In 1564. 6. Baxırıq variantlara. Burada doğru variantımız olacaq B variantı. Keçirik 8-ci suala. Purse made of this is leather. Burada deyir ki, pulqabı dəridən hazırlanıb. Bu pulqabı dəridən hazırlanıb. This purse, gəlin yazaq, 4, 1, hazırlanıb. Burada görürsünüz, is made of yazacaq. Nəyə görə? Çünki bu cümlə passive voice-dədir, məhsul növdədir. Demək, 5, 2, 3 və 6. Nədənsə hazırlanmaq made of ifadəsidir. Baxırıq variantlara, bizim doğru variantımız olacaq D variantı. Keçək 9-cu suala. So, at the station, I go 5 minutes her. Yəni də burada baxırıq ki, cümlədə şəxs əvəzliyi var. Şəxs əvəzliyi varsa, demək, bizim mübtədamız da elə o olacaq. Yəni 3, I, mən gördüm. I saw, nə gördüm və yaxud da kimi gördüm? Her, onu gördüm. Harda gördüm? At the station. 2, nə vaxt gördüm? 5 dəqiqə əvvəl. 5 minutes ago. Ago ilə işlənmə forması həmişə belə olur. Əvvəlcə zamanı deyirsiniz, daha sonra ago işlənir. Tutaq ki, 5 il əvvəl desəydim, 5 years ago olacaqdı. İndi gəlin variantlara baxaq. 3, 1, 6, 2, 5, 4. B variantı. I saw her at the station 5 minutes ago. Mən onu 5 dəqiqə əvvəl stansiyada gördüm. 10-cu suala baxaq. Shall you book my give I? Mən sənə kitabımı verəcəm. Belə bir cümlə beynimdə yarandı. Baxırıq mübtədamıza I, şəxs əvəzliyi olduğu üçün birinci onunla başlayırıq. I və cümləmiz gələcək zamandadır. Gələcək zamanın düzəlməsi shall və will ilə olur. Əslində, müasir ingilis dilində shall demək olar ki, istifadə olunmur. Yəni, gələcək zaman qurmaq üçün cümlələrdə shall-dən istifadə olunmur. Demək olar ki, bu yoxdur. Amma abituriyentlərin testlərində, yəni qaydalarında bu hələ də qalır. Ona görə məcburuq ki, bunu deyək. I shall, daha sonra xəbərimiz, əsas feilimiz gəlir. Give, sənə verəcəm kitabımı. Give you, mənim kitabımı. My book, 4 və 3. Baxırıq variantlara. 6, 1, 5,
2, 4, 3. Cavab olacaq Y variantı. Keçirik növbəti suala. Make up a sentence. Birthday is when your. Bu sözləri oxuyanda fikir verdinizsə, burada sual sözü var. When, nə vaxt? Deməli, bu cümlə sual cümləsidir. Sənin ad günün nə vaxtdır? Xüsusi sual cümləsi olduğu üçün birinci xüsusi sual sözü gəlir, yəni when. Daha sonra gəlir köməkçi feil, yəni is. Sonra isə mübtəda gələcək. Your birthday. Burada mübtəda your birthday. 4 və 1. 3, 2, 4, 1. Cavab olacaq A variantı. Bir daha qeyd eləmək istəyirəm. Xüsusi sual cümləsinin quruluşu necə olur? Əvvəlcə xüsusi sual sözü gəlir, daha sonra köməkçi feil, sonra mübtəda və əsas xəbər və digər üzvlər. Keçək növbəti suala. Many how cards did get you? Sözləri oxuyanda görürük ki, yenə də sual cümləsi qurmaq lazımdır. Xüsusi sual sözü var. Burada köməkçi feil var. Buradan anlaya bilərik ki, bu cümlə sual cümləsidir. Gəlin başlayaq cümləni qurmağa. Birinci başlayırıq xüsusi sual sözündən. How many? Neçə deməkdir? How many? Demək, 2, 1. How many-dən sonra sayılan cəm isim gəlir. Yəni, burada cards sözü olacaq. How many cards? Daha sonra köməkçi feil. 4. Did you? Mübtəda, yəni you. Axırda isə xəbər, get. How many cards did you get? Neçə kart əldə etdin? Və baxırıq variantlara. Burada doğru variant olacaq B variantı. Növbəti suala baxaq. Football the boys playing are. Oğlanlar futbol oynayırlar. The boys. Biz bilirik ki, article ismə aiddir. Ona görə əvvəlcə article yazılmalıdır. 2, 3. Are playing. Are playing. Nə oynayırlar? Futbol oynayırlar. Deməli, mübtəda, daha sonra xəbər və ən sonda obyekt, yəni tamamlıq gəlir. Cavab burada olacaq 2, 3, 4, 5. 3, 5, 4, 1. Y variantı. Növbəti cümləyə baxaq. The girls Saturday to the library every go. Qızlar hər şənbə günü kitabxanaya gedir. The girls mübtəda gedirlər. 5 xəbər. Hara gedirlər? Go to the library. Kitabxanaya gedirlər. Nə vaxt gedirlər? Every Saturday. Hər 6-cı gün, şənbə günü. Və baxırıq variantlara. 1, 5, 3, 4, 2. Cavab olacaq C variantı. At 9:30 go usually they to bed. Onlar adətən 9:30-da yatağa gedirlər, yəni yatmağa gedirlər. Deməli, başlayırıq mübtədadan. They. Görürsünüz, they şəxs əvəzliyidir. Ona görə də bu, həmişə mübtəda rolunda çıxış edir. Gedirlər, go. Amma burada bir məsələ var ki, usually zaman zərfi mübtəda ilə xəbərin arasında işlənir. Ona görə də biz əvvəlcə usually-ni işlədəcəyik. Ondan sonra xəbəri deyəcəyik. Ümumiyyətlə, cümlə quruluşunu bayaq izah eləyəndə səhv eləmirəmsə demədim. İndi deyim, eybi yoxdur. Biz cümlə quruluşunu necə qurduq? Mübtəda, xəbər və ikinci dərəcəli üzvlər. Yəni tamamlıq, yer zərfi və zaman zərfi ən sonda. Amma bu cümlə quruluşu 100% bütün cümlələrdə eyni olmur. Bu basic, yəni ən təməl bir növrə cümlə quruluşudur. Bəzi zaman zərfləri var ki, onlar cümlənin sonunda gəlir. Eləsi var ki, onlar cümlənin sonunda yox, mübtəda ilə xəbərin arasında gəlir. Yəni artıq biz zamanları öyrəndikcə hər zaman zərfinin özünə uyğun işlənmə yerində öyrənməliyik ki, cümləni quranda səhvə yol verməyək. Davam eləyək. They usually go to bed at 9:30. Variantlara baxırıq. 4, 3, 2, 5, 1. A variantı. 16-cı suala baxaq. 11 past is its quarter. Bu cümlə saatla bağlı bir cümlədir. Saatları biz deyərkən, yəni zamanı bildirərkən itlə başlayırıq cümləni. Yəni belə. İndi cümləni bura yazıram əvvəlcə. It is quarter past. It is quarter past 11. Yəni saat 12-yə 15 dəqiqə işləyib. Quarter 15 dəqiqə deməkdir.
Daha doğrusu 15 dəqiqə yox, 4də 1 deməkdir. 1 saatın da 4də 1 hissəsi 15 olduğu üçün, yəni 15 dəqiqəyə uyğun gəlir bu söz. 15 dəqiqə kimi tərcümə edəcəyik. İndi isə gəlin baxaq variantlara. It is 4, 3, yəni xəbərimiz. Quarter 15, 5, past 11. Bu cavab olacaq elə D variantı. Növbəti suala baxaq. In see can that tree a bird you? Aha. Sən ağacda bir quş görə bilərsən. Mübtədadan başlayırıq. Deməli, mübtədamız you-dur. You görə bilərsən. Burada modal feili olacaq. Yəni can, 3. You can see. Daha sonra əsas feilimiz. Nə görə bilərsən? A bird. Harada görə bilərsən? In that tree. Əvvəlcə preposition, yəni söz önü gəlir. Daha sonra isə that tree. İndi baxırıq variantlara. Variantlara baxanda belə bir variant görmürük. Nəyə görə? Çox güman ki, bu cümlə nəqli cümlə deyil. Nəqli cümlə deyil. Yəqin ki, sual cümləsidir. Onda əgər ümumi sual cümləsidirsə, o zaman can keçəcək mübtədadan əvvələ. Yəni olacaq can you see. İndi gəlin belə yazaq. 3, 6, 2, 5, 1, 4. Aha. Baxırıq ki, bəli, A variantı doğrudur. Birinci nəyə görə tapa bilmədik? Çünki burada xüsusi sual cümləsi olmadığı üçün ilk baxışdan tapa bilmədik ki, bu sual cümləsidir yoxsa yox. Ümumi sual cümləsinin düzəlməsi belədir ki, köməkçi feil mübtədadan əvvələ keçir. Yəni burada bizim modal feilimiz, yəni can mübtədadan əvvələ keçəcək və beləliklə sual cümləsi düzəlmiş olacaq. İndi gəlin 18-ci suala baxaq. Knows Mr. Brown a lot of jokes funny. Mr. Brown çoxlu gülməli, məzəli zarafatlar bilir. Mübtəda ilə başlayırıq. Mr. Brown 2 bilir. Knows nə bilir? Çoxlu məzəli zarafatlar bilir. A lot of funny jokes 5 və 4. 2, 1, 3, 5, 4 cavab olacaq C variantı. 19-cu sualdan davam edirik. Is Azərbaycani a well-known writer Rövşən Abdullayev? Deməli, Rövşən Abdullayev Azərbaycanın məşhur yazıçısıdır. Azərbaycanlı məşhur yazıçıdır. Birinci başlayırıq mübtəda ilə. Rövşən Abdullayev is a well-known Azərbaycani writer. 3, 2 və 4. 5, 1, 3, 2, 4. Cavab olacaq A variantı. Jane, the task finished couldn't in time. Bu cümlə nəqli cümlədir və inkardadır. Hardan bilirik? Burada couldn't var. Oradan bilirik. Başlayaq mübtədadan. Jane. Jane edə bilmədi. Couldn't. Couldn't finish. Tamamlaya bilmədi. Nəyi? Tapşırığı. The task. Vaxtında. In time. 1, 4, 3, 2, 5. Burada cavab olacaq Y variantı. Keçirik növbəti suala. Is dangerous very place this? This place is very dangerous. Bu yer çox təhlükəlidir. Cümləmiz belədir. This place 5, sonra 4 is very dangerous. 1, 3 və 2. 5, 4, 1, 3, 2. Cavab olacaq A variantı. Növbəti suala baxırıq. Let she use me computer her. Deməli, o mənə icazə verdi ki, öz kompüterindən istifadə edim. O icazə verdi mənə öz kompüterindən istifadə etməyə. Birinci başlayırıq mübtəda ilə. She, o mənə icazə verdi. Let. She let me, mənə icazə verdi. Use her computer. 6 və 5. Bu kompleks obyektə aid olan bir qaydadır. Letdən sonra gələn feil tuzsuz məsdər halında işlənir və bir şey də qeyd edeyim ki, bu cümlə keçmiş zamandadır. Hardan bilirik? Let qaydasız feildir və keçmiş zamanda da let olaraq qalır. Let bu formada olur, digər formaları. Və biz əgər cümlə indiki sadə zamanda olsaydı, görərdik ki, she lets olmalıydı burada. Amma gördüyünüz kimi lets yoxdur, letdir. Fikirləşə bilərsiniz ki, bəlkə səhv yazılıb, amma yox. Cümlə keçmiş zamanda olduğu üçün bütün şəxslər üçün feil olduğu kimi qalır. I let, you let, he let, she let bu formada qalır. Ona görə də bu doğru cümlədir. İndi variantımıza baxaq. 2, 1, 4, 3, 6, 5. Burada cavab olacaq A variantı. Növbəti suala baxırıq. The students let in the corridor the teacher wait. The teachers
the teacher mübtədamızla başladıq. Let icazə verdiyi. Kimə icazə verdi? The students. Yəni tələbələrə icazə verdi. Gözləməyə wait. Görürsüz, bu da to-suz məsdərlə işlənib. Harda? Dəhlizdə. In the corridor. Burada cavab olacaq 4, 2, 1, 5, 3. B variantı. Növbəti suala baxırıq. Catch couldn't Michael the train. Michael qatarı çata bilmədi. Mübtədamızla başlayırıq. Michael couldn't catch the train. Sadə bir cümlədir. Cavab olacaq Y variantı. Növbəti suala baxırıq. The students listening are their teacher. The students mübtəda ilə başlayırıq. Tələbələr qulaq asırlar. Are listening. Bu indiki davam edici zamandadır deyə bu zamana uyğun olaraq da xəbəri yazmalıyıq. Are listening to. Listen'dan sonra da həmişə to işlənir. Listen to me. Mənə qulaq as. Listening to their teacher. 5. Şagirdlər öz müəllimlərinə qulaq asırlar. 2, 4, 3, 1, 5. Cavab Y variantı. Növbəti sual. Young at the party, a lot of there were people. Aha. Burada there is there ifadəsinə aid bir cümlə görürük. Daha doğrusu there are-ın keçmiş versiyası there were görürük. Bu tip cümlələr there is there ilə başlayır. Əgər ondan sonra, yəni cəmdə olan isim varsa there istifadə edirik və yaxud da keçmişdədirsə there were istifadə edirik. Təkdə olan isim varsa there is, there was-dan istifadə edirik. Burada cümləmiz başlayacaq there were-lə. 4. Daha sonra cəm isim yazmalıyıq. A lot of young people. A lot of young people. Cavan insan. Harda? At the party, yəni partidə, şənlikdə. Variantlara baxırıq. 4, 3, 1, 5, 2. D variantı. Partidə çoxlu cavan insanlar var idi. Növbəti suala baxaq. What time dinner you usually do serve? Burada what time sözündən başa düşürük ki, cümlə sual cümləsidir və xüsusi sual cümləsidir. What time ilə başlayırıq cümləmizi. What time. Daha sonra köməkçi fe'l yazmalıyıq. Do. Sonra mübtəda. 3. Do you. Sonra isə usually yazmaq lazımdır. Bu düzdür, zaman zərfidir, amma bayaq da demişdim ki, bu zaman zərfi cümlənin sonunda işlənmir. Mübtəda ilə xəbərin arasında işlənir. Ona görə də mübtədadan sonra usually yazırıq. Do you usually serve? Bu bizim xəbərimiz. Nəyi serve edirik? Dinner. Yəni axşam yeməyi. Bir dəqiqə üzr istəyirəm. Serve 6-cı idi. Dinner. Cavablara baxırıq. 1, 5, 3, 4, 6, 2. D variantı. Növbəti. Hasn't since January Mary her parents seen. Mary yanvardan bəri öz valideynlərini görməyib. Bu indiki bitmiş zamana aid olan bir cümlədir. Mary ilə başlayırıq. Cümləni mübtəda ilə başlayırıq. Mary hasn't. Hasn't seen. Kimi görməyib? Valideynlərini. Her parents since January. Yanvardan bəri. Burada olacaq doğru variant D variantı. Növbəti suala baxırıq. The words easy to translate a dictionary it's with the help of. Bu bizim mübtədamız xəbərimiz elə bir yerdə verilibdir. 5. It is. Easy, asandır. Easy to translate the words with the help of a dictionary. Deməli, nə etdik? Əvvəl mübtəda xəbəri tapdıq. It is easy. Bu asandır. To translate the words with the help of a dictionary. Sözləri lüğətin köməyi ilə tərcümə etmək asandır. Biz belə deyirik, amma ingilislər tərsdən cümlənin yəni sonundan əvvəlinə doğru tərcümə etdiklərinə görə ardıcıllığımız bu şəkildə olacaq. Növbəti testə keçək. In the hospital had been waiting for their turn the patients 20 minutes. Patients yəni pasiyentlər, xəstələr deməkdir. The patients mübtədamızı tapdıq. Gözləyirlər. Had been waiting. İndiki bitmiş davam edici zaman formasıdır bu. Had been waiting. Nəyi gözləyirlər? Their turn. Öz sıralarını gözləyirlər. Nə qədər müddətli, daha doğrusu harda gözləyirlər? In the hospital. Və nə qədər müddətli gözləyirlər? For 20 minutes.
əvvəlcə for yazmalıyıq, çünki zamanı bildirmək üçün həmin söz önüyə ehtiyacımız var. 20 minutes, 20 dəqiqədir ki. Cavaba baxırıq. 4, 2, 5, 1, 3, 6, B variantı. Növbəti suala baxırıq. A new apartment I last week have been searching since for. Mübtədanı tapaq burada. Mübtəda olacaq I. Yəni şəxs əvəzliyi. I have been searching xəbərimiz. Axtarıram. İndiki bitmiş davam edici zamanda olan bir cümlədir. Burada searchingdən sonra for sözünsü olmalıdır. Ona görə onu da əlavə edirəm bura. A new apartment. I have been searching for a new apartment since last week. 5 və 3. Cavabımız olacaq B variantı. Növbəti suala baxaq. Received she a letter today has. Aha. Cümləni oxuduq, mübtədanı tapırıq. She bizim mübtədamız olacaq. Nəyə görə? Yəqin ki, başa düşdünüz. She şəxs əvəzliyidir. Ona görə də o həmişə mübtəda rolunda olur. Yəni şəxs əvəzlikləri həmişə mübtəda rolunda olur. She has xəbəri tapırıq. Has received. İndiki bitmiş zamana aid cümlədir. Ona görə də quruluşa fikir vermək lazımdır. Nə alıbdır? A letter, yəni məktub alıb. Nə vaxt? Today. Aha, bu bizim cümləmiz oldu. İndi variantlara baxırıq. 2, 5, 1, 3, 4. Cavab A variantıdır. 33-cü suala baxaq. In there are the USA 50 states. Yenə də there is there ilə bağlı bir cümlədir. There is there ilə bağlı bir cümlədir. Mübtədamız olacaq there are 50 states in the USA. Amerika Birləşmiş Ştatlarında 50 ştat var. Deməli, əvvəlcə there-anı yazdıq. Ondan sonra nə varsa, yəni ismi yazırıq. Daha sonra isə yer zərfi yazılır. Ən sonda yer zərfi yazılır. Variantlara baxırıq. 2, 4, 5, 1, 3. Cavab A variantıdır. Make up a sentence. 34-cü suala baxırıq. You wake up what time do usually in the morning? Bu cümlə sual cümləsidir. Burada what time xüsusi sualından görürük ki, sual cümləsi olacaq. Başlayırıq elə ondan. Çünki birinci ondan başlamaq lazımdır. What time? Sonra keçirik köməkçi feylə do. Sonra gəlir mübtəda. Do you? Usually var burada. Usually bayaqda da qeyd etdiyim kimi mübtəda ilə xəbərin arasında gəlir. Yəni mübtədadan sonra gələcək. Do you usually wake up 2 in the morning? Gəlin variantlara baxaq. Burada variant olacaq C variantı. Sən adətən səhər saat neçədə oyanırsan? Növbəti sualımıza baxaq. Once a week, the flowers asked the gardener to water Fatima. Aha. Əvvəlcə mübtədanı axtarıb tapırıq. Fatimə bağbandan xahiş etdi ki, gülləri həftədə bir dəfə sulasın. Fatimə asked the gardener nəyi xahiş etdi? Sulamağı. To water the flowers. Once a week. Həftədə bir dəfə. İndi baxaq variantlara. 6, 3, 4, 5, 2, 1. Cavab olacaq A variantı. Keçirik növbəti suala. The article difficult to translate a dictionary it is without. Aha. Yenə it is ilə başlayan bir cümlədir. Elə mübtəda xəbərçisi birlikdə verilib. Başlayırıq buradan. 5. It is difficult. Çətindir. Fikir verirsiniz, çətindir, asandır, istidir, soyuqdur. Bu tipli cümlələrdə it is-dən sonra sifəti yazırıq. Ondan sonra gəlir infinitive, yəni məsdər forma. To translate. It is difficult to translate. Tərcümə etmək çətindir. Nəyi? The article. Məqaləni tərcümə etmək çətindir. Without dictionary. Dictionary bilirsiniz ki, lüğət deməkdir. Lüğətsiz tərcümə etmək çətindir. Without. Əvvəlcə preposition gəlir, ondan sonra isə dictionary. Baxırıq variantlara. 5, 2, 3, 1, 6, 4. Cavab olacaq C variantı. Növbəti suala baxaq. Morning has been it since raining. Aha. Hava ilə bağlı olan cümlə quruluşu da həmişə itlə başlayır. Burada həmişə deyəndə çox vaxt itlə başlayır. Mübtədamız da elə olacaq it. Sonra xəbəri tapırıq. Has been raining. 5. Since morning. Səhərdən bəri. Səhərdən bəri yağış yağır. It has been raining since morning. Cavabımız olacaq C variantı. Make up a sentence. Have been playing an hour for football day. Mübtədamız burada olacaq they. Çünki şəxs əvəzliyidir. 5 ilə başlayırıq.
They have been playing football. Sonra gəlir tamamlığımız football. Nə qədər müddətdə oynayırlar? 1 saatdır ki. For an hour. Müddəti bildirmək üçün fordan istifadə olunur. Düzgün cavabımız olacaq C variantı. Good in the world a lot of there are people. Yenə də there is, there are ilə bağlı olan bir cümlə quruluşu var. Ona görə birinci there are ilə başlayırıq cümləni. Çünki bu normal cümlə quruluşlarından fərqli olan bir cümlə tipidir. There are varsa deməli ardan sonra cəmdə olan bir isim gəlməlidir. Yəni people. Amma bir məsələ var, a lot of da var burada. Ona görə də təyin olaraq birinci a lot of işlətmək lazımdır. A lot of good people. Good people. Yəni sifəti də mütləq ismin qarşısında işlədirik. In the world, dünyada. There are a lot of good people in the world. Dünyada çoxlu yaxşı insanlar var. Baxırıq variantlara. Doğru variantımız olacaq D variantı. 40-cı suala baxaq. Beautiful coat, how much that dress does. Burada how much'dan başa düşdük ki, sual cümləsindən qarşılaşmışıq. How much nə qədər, neçəyə deməkdir. Başlayırıq sual sözündən. How much, ondan sonra gəlməlidir köməkçi feil, yəni does. 6. How much does. Sonra mübtədanı tapmalıyıq. Burada mübtəda dressdir. Sadəcə olaraq onun qabağında təyin də var. That beautiful olmalıdır. That beautiful dress. Mütləq ardıcılığa baxmaq lazımdır. That beautiful dress. Cost. Sonda isə xəbər. How much does that beautiful dress cost? Variantlara baxırıq. Burada doğru variant olacaq B variantı. Keçirik növbəti sualımıza. What time the house you usually do leave? Burada what time sözü var, yəni saat neçədə deməkdir. Bu xüsusi sual sözüdür. Xüsusi sual sözü varsa demək ki, birinci onunla başlamalıyıq cümləni. What time, ondan sonra gəlir köməkçi feil. Köməkçi feil burada do'dur. Do. What time do. İndi mübtədaya baxırıq. You. What time do you. Usually dedik ki, mübtəda ilə xəbərin arasında işlənir. Yəni mübtədadan sonra gəlir. Do you usually leave. Xəbər gəlir burada. Leave the house. Yəni sən adətən saat neçədə evdən çıxırsan, evi tərk edirsən. 1, 5, 3, 4, 6, 2. Cavab olacaq D variantı. Növbəti suala baxaq. The child could see so thin that her bones was weak. Burada fikir verdinizsə, 2 dənə xəbər görürük. Could see və was. Və 2 dənə də mübtəda var. We və the child. Yəni buradan belə başa düşə bilərik ki, bu cümlə mürəkkəb cümlədir. Ona görə 2 dənə mübtədası və 2 dənə xəbəri var. Gəlin baxaq görək bu cümlə necə olacaq. Cümləni əvvəlcə təsəvvür etməyə çalışaq. The child. Burada demək istəyir ki, uşaq o qədər arıq idi ki, biz onun sümüklərini görə bilirdik. Yəni cümləmiz başlayacaq the child sözü ilə. The child was, ona uyğun olaraq biz burada xəbəri götürürük. Fikirləşə bilərsiniz ki, orada axı mübtəda olaraq we-ni də demişdik. Amma we ilə was bir-birinə uyğun gəlmir. Yəni we cəmdədir, was isə təkdədir. We were olmalı idi. Yəni bu formada çıxış edə bilərsiniz o variantı. The child was so thin that. O qədər arıq idi ki, so thin that. Thin arıq deməkdir. Ondan sonra keçirik növbəti cümlə. We could see her bones. İndi variantlara baxaq. 1, 5, 3, 6, 2, 4. Cavab burada olacaq C variantı. Növbəti sualımıza baxaq. To interview was told the candidates in the office I. Bu cümlə qarşı xəbərdən göründüyü kimi məhsul növdə olan bir cümlədir. Məhsul növün quruluşu to be üstəgəl participle to quruluşudur. Yəni ümumi düsturu budur, belə deyək. Və zamanlara uyğun da to be-nin formalarından istifadə edirik. Yəni bu məhsul növdür. Məhsul növ. İndi gəlin mübtədanı tapaq. Mübtəda burada olacaq I. Şəxs əvəzliyi. Deməli 5. I was told, mənə deyildi ki, to interview, yəni müsahibə götür. The candidates namizədlər deməkdir. In the office. In the office. I was told to interview the candidates in the office. Mənə deyildi ki, ofisdəki namizədlərdən interview götür, yəni müsahibə götür. 5, 2, 1, 3, 4. Cavab Y variantıdır.
Növbəti suala baxaq. Make up a sentence. In have been swimming for the lake an hour. Əvvəlcə mübtədanı tapırıq. They. Şəxs əvəzliyi gördünüzsə, demək ki, mübtədamız budur. They have been swimming. Xəbərimiz də buna uyğun olmalıdır. They have been swimming in the lake. Harda üzürdülər? Deməli, in the lake. Bir. Lake. The lake. For an hour. For an hour. Burada bizim doğru variantımız olacaq. Deməli, Y variantı. Növbəti suala baxaq. At school have been studying for English I 2 years. Sözləri oxuduq. Mübtədamızı tapırıq I. I have been studying. Sonra gəldi xəbər. Mən öyrənirəm. Nəyi öyrənirəm? Nə üzrə təhsil alıram? I have been studying English. İngilis dilini. I have been studying English. Harda? At school. Neçə müddətdir? For 2 years. 2 illik. 3 və 6. Burada cavab olacaq. Deməli, 4, 2, 5, 1, 6. B variantı. Növbəti suala baxırıq. What time home you usually do get? Buradan da gördüyünüz kimi sual cümləsi var. Yəni, xüsusi sual sözündən bəllidir. Cümləmizi quraq. Birinci xüsusi sual sözü gəlir. What time? Sonra köməkçi feil. Do. Daha sonra you. Yəni, mübtəda gəlməlidir. Burada usually var, görürsünüz ki, ona görə də mübtədadan sonra usually-ni işlətməliyik. Baxmayaraq ki, zaman zərfidir, onun öz işlənmə yeri var. Mübtəda ilə xəbərin arasında gəlir. What do you usually get home? Evə adətən saat neçədə çatırsan? Burada variantımız olacaq D variantı. Növbəti suala baxaq. The contract signed was who by? Bu cümlədə sual cümləsidir. Burada xüsusi sual sözü var, görürsünüz. Who, kim? Və cümlə məhsul növdədir. Çünki cümlənin sonunda by sözü var və burada was signed-dan da başa düşdüm ki, məhsul növdə olan bir cümlədir. Başlayırıq xüsusi sual sözündən. Who, kim? Daha sonra gəlir burada köməkçi feil, was. The contract, mübtəda. Signed, yəni imzalandı. Bu da əsas xəbərimizdir, feilimizdir. Signed by. Müqavilə kim tərəfindən imzalandı? 4, 3, 1, 2, 5. Burada cavab olacaq Y variantı. Növbəti suala baxırıq. The call was told I the branch office in New Orleans. Burada cümləyə baxan kimi əvvəlcə mübtədanı tapırıq. Mübtədamız olacaq I, yəni 3. I was told. Was told-dan da bəlli olduğu kimi cümlə məhsul növdədir. I was told to call the branch office in New Orleans. Variantlara baxırıq. 3, 2, 1, 4, 5. Cavab olacaq Y variantı. Növbəti suala baxırıq. Requires and the task patience endurance extraordinary. Burada əvvəlcə mübtədanı tapırıq. Patience, endurance, task bizim mübtədamız olacaq. Çünki sözləri oxuduqca cümlə beynimdə canlandı. Task, yəni tapşırıq. Deyir ki, bu tapşırıq qeyri-adi səbir və dözümlülük tələb edir. Başlayırıq mübtədadan 3. The task requires, xəbər. 1. Patience and endurance. Burada 5 də birinci gələ bilər, 4-də yəni fərqi yoxdur. Amma onlardan əvvəl extraordinary sözü gəlməlidir. Çünki bu təyindir, sifətdir. 6. Extraordinary. Daha sonra baxırıq. Patience and və endurance. 5. Variantlara baxaq. 3, 1, 6, 4, 2, 5. Cavab olacaq B variantı. Məncə bura qədər kifayətdir. Əgər videonu bəyəndinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Rəylərdə mütləq öz fikirlərinizi bildirin. Bundan sonra hansı mövzuda video izah olsun, mütləq bu haqda da fikirlərinizi bildirsəz, çox sevinərəm. Növbəti videoda görüşərik. Hələlik.